Açar sözlərdən istifadə edərək mətni tamamlayın. Toxumlar tərkibindəki ehtiyat maddələrin miqdarından və torpağın xüsusiyyətindən asılı olaraq müəyyən dərinlikdə əkilməlidir. Adətən toxumları dərinə, toxumları isə torpağın daha səthinə yaxın əkilir. Mən mətni bir dəfə tam oxudum və burada nöqtələr qoyulmuş hissələri tamamlamağınızı istəyirdi açar sözlərdən istifadə etməklə. Gəlin baxaq görək nə idi. Toxumlar tərkibindəki ehtiyat qida maddələri hesabına deməli qidanı götürdük, plus qoyuram bura. Torpağın xüsusiyyətindən asılı olaraq müəyyən dərinlikdə əkilməlidir. Bəli, qida maddəsi çoxdursa, deyirdik böyük toxumdur və dərin əkilirdi. Əgər kiçik toxumdursa, dayaz əkilirdi torpağa. Adətən iri toxumları dərinə, iri toxumları dərinə əkiriksə, altını yazacağıq bura, irini də götürdük və kiçik toxumlar isə torpağın səthinə yaxın əkəcək. Kiçik toxumları da, yəni 2-ni də yazırıq bura, kiçik olan toxumlarımızdır, torpaq səthinə yaxın yerdə əkirdik. 3, 6, 2 kimi götürəcəyik biz. 3, 6, 2, düzgün cavabımız buradadır.